İstəyirəm həkimlə söhbət olaq. Paşa müəllim, sizlə bir həm söhbət olaq. Mənim üçün ən çox nə maraqlıdır? Niyə cərrahiyyə əməliyyatından sonra ümumiyyətlə şişlər yaranır və bu şişlərlə də bağlı biraz açıqlama verin. Ondan sonra başqa sizə suallarım olacaq. Maraqlı sualdır. Məsələn, bu mastopatiyadır, kistalardır, miomatik düyünlərdir. Bunlar əsəbdən, stressdən yaranır, gərginlikdən yaranır. Bu adətən bu cür problemlər dərmanlara tabe olmurlar və yaxud da cərrahiyyə əməliyyatı tələb olunur. Cərrahiyyə əməliyyatından sonra da yenidən bir də baş verir. Bu hallar bir neçə ildən sonra təkrar baş verə bilir və yaxud da insanın bir tərəfində, sağ tərəfində olan kista və yaxud başqa bir düyün kəsiləndən sonra sol tərəfində yaranır və o simmetrik olur adətən, keçir digər tərəfə. Kistadır, şişlərdir, bunlar nəticədir. Nəticəyə qarşı mübarizə aparmaq elə bir ki, çayırın görünən tərəfin kəsib atmağa bənzəyir. Doktor, siz mənimlə maraqlıdır. Bu Qurban Bayramı ilə bağlı sizdə hesablama olmalıdır. Qısa fikrinizi bilmək istəyirəm ondan bağlı. Qurban Bayramında böyük hikmət var. Məsələn, riyazi hikmət var. Bütün yaranışda riyazi hikmət olduğu kimi bayramlar üzərində də riyazi hikmət var. Məsələn, dünyəvi bayramlar adətən 2 dəfə keçirilir. 21 Martda Novruz bayramı qeyd olunur. 31 dekabrda da yeni il qeyd olunur. İndi biz kalendarı götürüb hansı evlərdə tamaşaçılar istəyirsə götürsün kalendarı saysınlar. O 21 Martdan sayanda 31 dekabra qədər 286 gündür. Doktor, sonuncu sualımdır sizə. İstəyirəm bu barədə də danışaq və çox bizə bu barədə tamaşaçılarımız verilişdə çox vaxt nömrələrə, WhatsApp nömrələrimizə yazırlar. Ayaqlarda sudurğalar çox olur. Bir də görürsən ki, yatdığı yerdə sudurğa tutur. Bu nə ilə əlaqədardır? Bədəndə hansı, yəni nədən əmələ gəlir? Damarlardanmı, yoxsa bu qıc olmalar əsas nədəndir? Bayaq dedim, insana negativ enerji daxil olur. Ya o bədəndə şişlər və yaxud digər xəstəliklər toplanır. O baxır negativ enerji harada toplanır? Bədənin müəyyən nahiyələrində toplanır. Və çox vaxtı da qıçlarda toplanır. Qıçın alt hissəsində damarlar dartılır, sudurğalar verir. O negativ enerjinin əlamətidir. Təşəkkür edirəm həkim. Bax, belə gözəl açıqlamağa görə düzdür. Vaxtımız bitir, suallarımız boldur. Bizim Paşa Yaqubun nömrəsi, parapsixoloqun, həkimimizin nömrəsi veriliş boyu bax burada yazılır. Çox xahiş edirəm, veriliş boyu Paşa həkimlə əlaqə saxlaya bilərsiniz və onu da qeyd edeyim ki, buyurun. Üzr istəyirəm, mən şişdən sağaltdığım bir xanımın, jurnalist xanım mənim haqqımda kitab yazıbdır. Xərçəkdən belə qurtuldum. Və bir neçə adam mənim haqqımda belə kitablar yazıb, hansı onları mən şişlərdən sağaltmışam. Mənim YouTube kanalımda da bu barədə verilişlər var, çıxışlar var ki, insanları sağaltmaq mümkündür. Bəli. Buyurub əlaqə saxlaya bilərsiniz bizim dəyərli həkimimizlə və həmin jurnalist xanıma da dəyərli təşəkkürümüzü bildiririk ki, məhz Paşa həkimin zəhmətin bax belə qiymətləndirib.